El həsrətin ürəklərdə yaşatdı. Xain olan nadanlara daş attı. Hara, kimə, nə atdısa tuş attı. Novruzlu xeyriyyə, yardım birliyi. 30 illik həsrətlərə son dedi. Bülbüllərə, budaqlara qon dedi. İnildəyən obalara can dedi. Novruzlu xeyriyyə, yardım birliyi. Addım addım döngələrdən baxdılar. Ürəklərdə şimşək kimi çaxdılar. Yaşa dönüb baxan gözdən axdılar. Novruzlu xeyriyyə, yardım birliyi. Görgahları bircə-bircə gəzdilər. Görə-görə dərd gölündə üzdülər. Qəbirləri nizamlayıb düzdülər. Novruzlu xeyriyyə, yardım birliyi. Nura dönüb talan yurda saçdılar. Güllər kimi hər oymaqda açdılar. Dağıdılmış yollarını açdılar. Novruzlu xeyriyyə, yardım birliyi. Şəhidlərin xatirəsini andılar. Alovunda alışdılar, yandılar. Hər birini qəhrəman tək sandılar. Novruzlu xeyriyyə, yardım birliyi. Yaman gündə bir alaya gəlirlər. Ərənləri ərən yerdə bilirlər. Ağlayanın göz yaşlarını silirlər. Novruzlu xeyriyyə, yardım birliyi. Açan olub neçə bağlı düyünü. Arxada qoyublar naləni, ünü. Çoxdan gözləyirdi bax belə günü. Novruzlu xeyriyyə, yardım birliyi. Əməli ilə sevdirəcək hamını. Xoş əməldən alacaqlar kamını. Ey abdal qəhrəman, de ünvanını. Novruzlu xeyriyyə, yardım birliyi. Allah o birlikdə cəmləşmiş bütün qardaşlarımızı səlamət eləsin və əməlləri həmişə xoş əməl olsun. Hoş gelmişsiniz Novruzlu'ya. Həmişə bax belə bir yerdə olaq, cəm olaq, topa olaq. Allah mehribançılığı bizim bu kəndimizdən, bu elimizdən, bu obamızdan almasın. Çox gözəl bir gündür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. İnşallah fikirləşirəm ki, gələcəyimiz daha da uğurlu. Çox sağ olun. Kəndinin qəbristanlığının qarşısında dayanaraq bu vətən torpaqlarının azadlığı uğrunda canını fəda eləmiş şəhidlərin ruhu qarşısında hər birimiz baş əyirik. Onlara Allahdan rəhmət diləyirik. Allah bütün şəhidlərimizin hamısına rəhmət eləsin. Biz onlarla fəxr edirik. Yerləri cənnət olsun inşallah. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu, dövlətimizi, bayrağımızı, millətimizi qorusun. Gözəldir, buralar çox yaxşıdır. Adam duyğulanır, valla söz demək olmaz. Burada Hafız müəllimi salamlayıram. Allah elimizdə, babamıza Hafız müəllimi çox görməsin. Hafız müəllim Novruzumuzun fəxridir. Salamlayıram onu. Allah onu qorusun. Allah ömür versin. Allah ömür versin. Sağ ol Hafız müəllim. Təəssüflər olsun ki, Ağdam xəyanət nəticəsində işğala məruz qaldı. Ağdamın bu sayda şəhidləri ola-ola Ağdam işğala məruz qalmamalıydı. O gün olsun ki, hamımızın düşən kəndə orada xeyir işlərdə görüşəyəm. Buranı canlandıracağıq. Biz buranı inşallah ki, göyərdəcəyik, yaşadacağıq. Burada yeni həyat başlayacaq. Bizim kəhrizlərimiz yenə axacaq, ağaçlarımız yenə məhsul verəcək. Biz onların kölgəsində
gələcək nəsillərimizi böyüdəcəyik. Şükür Allah'ın bu gününe ki kuru torpağa da olsa gelip sahip çıkmışık bu günleri. Kardeşine de rəhmət eləsin. Allah Tosya da rəhmət eləsin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Kimlə burada əziyyət çəkir? Bizim əziyyət deyil, əziyyəti onlar çəkirdi. Biz onlara yəni nə iş görsək azdır. Allah bütün şəhidlərimizin yerini nurla olsun. Hoş gördük Noruzlular. Hoş geldiniz. Allah cəmələnlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Canınız sağ eləsin. Allah o gün eləsin ki, hamı Noya şəhidliyə bu Noruzluya yığışsın. İnşallah sağ salamat qayda. Gün olsun bütün Noruzlu cəmaatı, hamımız köçək elə kəndimizə, yurdumuza. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Nə qədər ki, burada Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin canı sağ eləsin. Ordumuza Allah qüvvət versin. Bayrağımızı eləsin. Allah prezidentimizə rəhmət eləsin. Allah birliğimizi möhkəm eləsin. Allah elimizi, obamızı, cəmaatı həmişə bax belə hoş günlər qismət eləsin. Şükür bugünkü günümüzə. Bugünkü gün bizə bəxş edən Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bizim üçün bundan əziz, bundan gözəl nə ola bilər ki? Bu bahar fəslində gəlib elimizdə, obamızda iməclik keçirik, şəhidlərimiz xiyabanını düzəldirik. Ətraf hər şey gözəlləşir günümüzdə. Bu həyatdır da, bax bu həyatdır. Bəli, şükür bugünkü günümüzə. Şükür, buna baxın. Allah cəmaatımıza, elimizdə, Millətimizdə, yerimizdə, kəndimizdə dəymə. bax, gözəllik budur. Elimizdir, bax, hamısına Həmişə Noruzluya bax belə yaxşı, xeyirli günlər, qardaşı xeyirli işlər şəhiddir. qismət eləsin. Baş əyirəm qardaşının qabağında. Sağ olun, var olun. Demək, vətən gözəldir qardaş. Sağolmasından gəlmişəm. Hə, bu gözəl diyarət. Allah bizə bu günü yaşadan qazilərimizə can sağlığı, şəhidlərimizə Allah rəhmət eləsin. Ali Başkanlarımıza ömür versin ki, bu həyatı bizə yaşatdı. Allah ölənlərimizə rəhmət eləsin. Kim ki burada iştirak edir, eləməyən hamısına Allah balasını sağlasın. Birliğinin bax çok güzel işler görmüşüz. Biri de bu birliği yaradanların ölenlerine rəhmət eləsin. Allah canlarını sağ eləsin. Allah birliğimizi korusun, Allah mehribançılığımızı korusun. Allah sizlere, bizlere kardeşler, hamımızın uğurlu günler kısmet eylesin. Harda Allah ordumuzu, devletimizi, milletimizi, bayrağımızı, Ali Başkomandanımızı, prezidentimizi korusun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Onların hesabına bugün gəlmiş. Allah canınızı sağ eləsin. Allah sizləri həmişə var eləsin. Bax bugün 25 Mart düzdür. Biz bayram günlərdə bilirsiniz ki, başımız qarışıq oldu. Yas yerimiz var idi. Allah Tosu qardaşımıza qəni-qəni rəhmət eləsin. Ölənlərin hamısına rəhmət eləsin. Onunla əlaqəli biz bayramın o İmennoy vaxtında gəlib burada bu işləri görə bilmədik. Bugün 25 Mart 2025-ci ildir. Noruzlu cəmaat da gəlib bugün buranı qəşəng təmizlədilər. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Buradakı yoldaşlarının çoxu da veterandır, qazidir. Allah hər birisinə can sağlığı versin. Allah birliyimizi qorusun. Allah elimizə, obamıza həmişə şad xəbərlər qismət eləsin. Bax belə işləri də inşallah sağlıq, salamatçılıqla da Noruzlumuz da biz gözəl quracağıq. İnşallah. Onu elə quracağıq ki, onun gələcəyi vahşi parlaq olacaq. Bir daha hər birinizə öz minnətdarlığımı bildirirəm. Allah canınızı sağ eləsin. Allah sizləri var eləsin. Zaten bugün Allah buraya yığışanların hamısına ölən Allah rəhmət eləsin. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Bütün qardaşlar, gələn ayaqlarınız var olsun. Əliniz qolunuz ağrımasın. O cümlədən bizim qaqamız Həsən Əfrahimin bu işlərdə çox əziyyəti var. Onun bugün ad günüdür. Gəlin onu təbrik eləyən. Sən təbrik eləyən. Rahim çox yaxşı qaqadır. Bu işlərdə çox əziyyəti var. Əziyyət çəkənləri də halal eləyin qardaşlar. Bugün Rahim qardaşımızın ad günüdür. Təbrik edin. Təbrik qaqa. Allah Tosya'da rəhmət eləsin. Onun da çox əziyyəti oldu. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Nə vaxt nə desən hazırdır Rahim. Allah haqqı. Nə vaxt sən deyirsən. Əziz yerimiz, obamız, əziz kəndçilər. İllərlə biz bu günün həsrətini çəkmişik, bu günü gözləmişik.
32 il biz elimizdən, obamızdan, cəmaatımızdan ayrı yaşamışıq. Elimizə, obamıza qədəm basa bilməmişik. Noruz sözünün mənası yenilik, təzə deməkdir. Şükürlər olsun ki, biz təzədən bu həyata başlayırıq və elimiz, obamız üçün yeni bir həyat başlayır. Bu Noruzluya bugün bu əkilən ağaçlar ilkin addımdır. Və biz bundan da gözəl bir Noruzu kəndini yaradacağıq. Allah elimizi, obamızı var eləsin. Allah elimizi, obamızı həmişə bax belə gözəl bir işlərlə bir yerdə eləsin. Və Allah bu günü bizə yaşadan bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların hamısının ruhu qarşısına baş əyirik. Allah bütün qazilərimizə can sağlığı versin. Şükür elimizin, obamızın bu firavan gününə. Bundan gözəl nə ola bilər ki? Yığışmışıq, qəşək gözəl bu ətrafı düzəldirik, şəhidlərimizin plakatının qarşısını düzəldirik və inşallah yavaş-yavaş da qayıdıb o Noruzunu düzəldəcəyik və hər bir kəsə bax, öz evində, öz ocağında, Noruzda, qapısında bax, belə ağaçların əkilməsi, belə qapısında belə təmiz işlərin görülməsi qismət eləsin. Allah o günü bizim elimizə qismət eləsin. Allah elimizə, obamıza dəyməsin. Bir də elimizə, obamıza acılar yaşatmasın. Həmişə bax, elimizə, obamıza bir-birimizin qapımızı xeyir işlərə açaq və onların qapısına xeyir işlərə gələk. Allah var eləsin cəmaatımızı. Günlərim Rahim qardaşım yenə ad günüdür. Onu qeyd elədik. Allah yenə də Toçya rəhmət eləsin. Allah qərbsanlığımızda yatanların hər birinə, hamısı bizimkidir, ağsaqqalarımız, ağbirçəklərimiz, cavanlarımız, şəhidlərimiz. Allah hər birinə rəhmət eləsin. Allah bu başımızın tacı olan şəhidlərimizə rəhmət eləsin. Rahim qaqam 2 dənə tonqal yandıdır, el yığıldı. Yəni birlik var bizdə. Allaha şükür ki, birliyimiz var. Bir səslə hamı yığıldı, yəni gücü çatan, istəyən gəldi, yığıldı. Böyük bir iş gördük, bu qədər ağac əkdik, 50-60 sənə, avadlıq işləri gördük. Gözəl. Allah qorusun elimizi, obamızı, Allah həmişə, müəllim dediyi kimi, birimizin xeyir işində, bu kəndimizdə, doğma kəndimizdə görüşsün bizi, hamının xeyrinə yarayaq. Pis iş göstərməsin, pis gün göstərməsin elimizə, obamıza. Şükür bugünkü günə vurduyuq, amma 5-10 il bundan qabaq heç birimizdən xəbəri yox idi. Bu birliyin, bu da nəticəsidir ki, yenə el-oba yığışdı bir yerə, yəni tanıdıq, gündən günə də artır, qoşulanlarımız birliyə artır, Allah canlarını sağ eləsin. Ona görə də hər birimizə təşəkkür edirəm, əziyyət çəkənlərə, hamı əziyyət çəkdi, Allah canınızı sağ eləsin, Allah elimizi, obamızı var eləsin, dövlətimizi qorusun, millətimizi qorusun, o sərhəddə bizi qoruyan əskərlərimizi qorusun. Həmişə gözəl günlərdə Allah hamımızın canını sağ eləsin, gözəl qardaşlar. Sağ olun. Qoy xanım da fikir. Allah anamızın da canını sağ eləsin ki, bir belə cəmaatı nəzərdən çəkir. Sağ olun. Allah kömək olsun. Allah kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, sizlərə də dəyməsin. Həmişə elimizdə, obamızda olun. Sağ olun, sağ olun, sağ olun. Allah sizə ömür versin. Verdiyim çaydan olsun. Atayana ehsan olsun, sağ olun. Sağ ol, qardaş, sizin də. Ölənlərin ehsan olsun. Bütün sözlərin də hamısını dedilər, yenə də Allah rəhmət eləsin. Günləri əlbəttə gələcəkdə kəndimizə köçməyin böyük bir mərhələsidir bu günlər. Yəni qayıdışın, hələ indiyəcən düzdür. Şükür Allah, insanlarımız çox gəlib gedirlər kəndimizə. Amma bugün, yəni tamam başqa bir şey oldu. Gün o gün olsun ki, əziz Allahımızın izni ilə, bax belə təmizliyi həmişə bütün kəndimizdə, kəsəyimizdə, hər el-obada və qəbristanlığımızda, meçidimizin bərpasında inşallah. Bütün cəmaatımızın gözü aydın olsun, burada olanların da, olmayanların da. Biz hamımız Novuzun övladlarıyıq. Biz hamımız bax bu şəhidlərlə fəxr edirik, biz onlara minnətdarıq. Onlar bizim əzizlərimiz, başımızın tacıdır onlar. Allah onların hamısına rəhmət eləsin. Bizim burada qazi qardaşlarımız, əziyyət çəkmiş qardaşlarımız var. Onların da Allah hamısı bayrağını uca eləsin inşallah. Bax, sağımda solumda qazi qardaşlarımız doğrudur. Hamısı qazi qardaşlardır. Vətən uğrunda silah götürərək alçaq düşmana qarşı mübarizə aparıblar. Allah onların da bayrağını uca eləsin. Allah vətənimizin bayrağını uca eləsin. Mən hər iki bu bayraqlarla fəxr edirəm. Başımızın tacıdır. Gün o gün olsun qardaşlar. Hamınızdan Allah razı olsun, gün o gün olsun ki inşallah yaxın gələcəkdə bax bu ağzı belə olan Novuzu kəndimizdə bax bu təmizliklərlə məşğul olar. Kimin əziyyəti olubsa hamısını halal eləsin qardaşlar. Vətənimiz naminə ancaq irəli. Hamınız Allah kömək olsun. Sağ olun. Var olun. Qardaş, gün o gün olsun Noruzluda belə topalaşıb bir-birimizi xeyrə dəvət eləyəyək. Balalarımızın, nəvələrimizin
toyuna, bayramına dəvət eləyən. Allah sizlərə dəyməsin. Allah elimiz obamıza Bizə dəyməsin. obamızda həmişə Allah xeyir iş qismət eləsin. Xeyir işlərdə belə topalaşan inşallah. Deməli, Hafiz müəllim bu gün burada işlə əlaqədar gəlib iştirak eləyə bilmədi. Yəni bu su maşınının gəlməyi, ondan sonra bu suyun göndərilməsi, Allah Hafiz müəllimə can sağlığı versin. Deməli, mən şəxsən nəinki mən, bütün kəndimiz Hafiz müəllimə fəxr edir. O kişi hər bir zaman bizim kəndimizə, bizim birliyimizə dəstəkdir. Mən buradan Hafiz müəllimi salamlayıram. Onun bayramını təbrik edirəm. Elə təsəvvür eləsin ki, Hafiz müəllim bir gün burada olur. Qiyamətdin qardaşımız da bu Bəli, Allah var eləsin. qabırsanlığımızı, bu kəndimizi çox işıqlandırıb. Allah yaməddinə də dəyməsin. Allah atasına, anasına rəhmət eləsin. Balalarına xoşbəxt Allah eləsin. bağmanın da canı Bağmanın saqqalıqdan əyiz eləməz. Bütün bu kənd el üçün, bu ob üçün, bu yol üçün, bu şəhidlər üçün kim əziyyət çəkirsə, Allah onun balası xoşbəxtlər eləsin. Özü də uzun ömür. Kim əziyyət çəkirsə, səs harada asılı olmayaraq, Hardan olur olsun. kim bir balaca zəhməti varsa sağ olsun. Vallahi. Böyük və hamının da borcudur ki, onu eləsin. Eləsin, hamımızı. Mən buradan eşimi də xətr edirəm. O imkanlı kəsçilərimizə deyirəm ki, bugün kəndimizin yanında olmaq lazımdır. Bəli. Sabah onların imkanı da olar, olmaz kimisə də, amma bugün bu elimizin, obamızın yanında olmalıyıq. Böyük ziyalılar yetişdirir. Bu kənd Azərbaycana böyük ziyalılar verir. Allah hamısını canı sağ eləsin. Və imkanı olan ziyalılar da el-oba üçün böyük işlər görübdür. İndi qismət olmadı, erməni dağıtı deyə gördüyümüz körpünü. Bəli. Sağ olun, Bəli, insanlar Allah var. rəhmət eləsin, canı sağ eləsin onun proyektini verən, onun razılığını alalım. Bəli.